Niyə görə İsrail Gilan Erilesi vurmadı? Bəlkə elə oradakı məlumatları sən İsrailə verirsən, rüşvət kimi. Bəlkə sən Gilan Erilesi'də olan məlumatları ABŞ-a verirsən. Bəlkə elə ABŞ-ın İsrailin mütəxəssisləri oturub orada. Onlar üçün Rusiyanın Moskvaya qədər ərazini görmək onlar üçün çox vacibdir. Və bununla da başına belə oyun açmaq istədiyin, kələk gəldiyin, aldatdığın Rusiyanın adından bizə hədə gəlirsən, xox gəlirsən. Lazım deyil. Ged pulvu Rusiyanın daxilində adamlar tut, anti-Azərbaycan qüvvələr bunlara xərcdir. Eləmə. Rusiyanın daxilindəki Azərbaycanlıların pulun həm Rusiyanın əleyhinə, həm Azərbaycanın əleyhinə, özünün xeyrinə işlətmə. Sakit ol. Dədə babadan şah dövründə Quran barədə, Quranda yazılanlar, Allah barədə, Həzrət Peyğəmbər barədə, Həzrət Əli barədə eşitdiklərinizi yazıza salın. Siz hakimiyyətə gələndə yox, ondan sonraki yox, o dövrdəkiləri yazıza salın, ona uyğun da hərəkət edin.